Salam əziz dostlar, bilirsiniz ki, xəritələr coğrafiyanın ikinci dilidir və xəritəni öyrənmək üçün də xəritənin miqyasını ilk öncə bilib hesablamalar aparmağı bacarmaq lazımdır. Miqyas həqiqi məsafələrin xəritə üzərində neçə dəfə keçildiyini göstərən kəsir ədəddir və 3 növü vardır. Ədədi miqyas, izahlı miqyas, ədədi miqyas kəsir şəklində, izahlı miqyas isə ədədi miqyası izah edir. Xətti miqyas isə ədəd oxu şəklində verilir. Xəritələrin kənarında adətən ədədi miqyas verilir, amma digər növləri də qeyd oluna bilər. Məsələn, bizim xəritəmizin miqyası 1/600.000-dir. Və burada sıfırların sayına ilk öncə diqqət edirik ki, ədədi miqyası izahlıya çevirə bilək. Əgər sıfırların sayı 5 və ya 5-dən çoxdursa, o zaman 5 sıfır silinir, yerdə qalan ədəd yazılır və yanına kilometr qeyd olunur. Əgər 5 sıfırdan az olarsa, nə edirik? Məsələn, bu nümunədə baxaq. O zaman 2 sıfır silinir və qalan ədədin yanına metr yazırıq. Yəni xəritənin 1 santimetrinə 40 metr məsafə düşür. Xətti miqyası isə ədəd oxu şəklində verilir, ədəd oxu çəkilir, ilk öncə 0 qeyd olunur və 1 santimetrdən bir bölgülər aparılır və miqyasın kəmiyyəti, yəni yuxarıda qeyd etdiyimiz 6 kilometr, 40 metr olan miqyasın kəmiyyətidir. Hər 1 santimetrdən bir addımların sayı o qədər artmaqla qeyd olunur və ən sonunda isə kilometr və ya metr olduğu qeyd edirik. Digər nümunəni də çəkək. Yenə bölgülər aparırıq 1 santimetrdən bir. Bu dəfə isə 40 metr olmaqla hər 1 santimetrə 40 metr məsafə artacaq. Yəni 40, 80, 120 olmaqla. Və ən sonda metr qeyd olunur. İndi isə istərdim xəritə üzərində sadə bir nümunə üzərindən bir məsələ izah edək. 2 nöqtə verilsin, A və B nöqtələri və bu nöqtələr arasında məsafə xəritə üzərində fərz edək ki 6 santimetrdir. Və xəritəmizin miqyası yuxarıda da biz qeyd etmişdik, 1/600.000 idi və onun izahlı miqyası bizə məsələ həllində lazım olacaq. Yəni 1 santimetrə 6 kilometr məsafə düşmüşdür. Və aşağıdan yenidən qeyd edirəm bunu. Belə məsələləri sadə tənasüb yolu ilə də həll edə bilərsiniz. 1 santimetrə 6 kilometr məsafə düşərsə, 6 santimetrə x kilometr düşər. Buradan x-i tapsaq, buradan x-in qiyməti 36 kilometr edir. Yəni bu tapdığımız AB məsafəsi yer üzərində, yəni həqiqi məsafəsi olur. Xəritə üzərində məsafələr isə adətən santimetrlə verilir. Məsələn, AB məsafəsi 6 santimetr olan həqiqi, üzr istəyirəm, xəritə üzərində olan məsafədir. Və bundan əlavə miqyasın düsturu da var coğrafiyada. Miqyas bərabərdir həqiqi məsafə bölünsün xəritədəki məsafə. Bu düsturla da məsələlərinizi həll edə bilərsiniz.